Mart ayının 21-də Londonda UFC döyüş gecəsi baş tutacaq. Gecənin əsas döyüşü isə Lerone Murphy Movsar Evloev qarşılaşmasıdır. Kartın ən çox xoşuma gələn tərəfi isə tez başlamasıdır. Təxminən axşam saat 9-da kartın açılışı olacaq. Əsas kart fikrimcə gecə 12-dən sonra başlayar. Lerone Murphy Movsar Evloev qarşılaşması isə yəqin ki saat 2-dən sonra olar. Biz isə Movsar Evloev və Lerone Murphy döyüşünü dərindən təhlil edib analiz etməyə çalışacağıq və sonda isə ümumən döyüş gecəsi haqqında məlumat verəcəyik. Videoya keçməzdən əvvəl qeyd etməliyəm ki, Just Fight Az layihəsi böyüyür. Əgər öz brendinizi Just Fight auditoriyasına çatdırmaq istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz. İlk öncə bunu deməliyəm ki, həm Movsar Evloev, həm də Lerone Murphy kəmər döyüşü üçün namizəddir. Döyüşçülərin texniki olaraq avantaj və dezavantajlarından danışacağıq. Movsarın avantajlarından danışası olsa, ən üstün tərəfləri fiziki gücü və dözümlülüyüdür. Bəzən ayaq üstə döyüşdə effektli vuruşlar olsa da, döyüş üslubu əsasən güləşmə üzərində qurulub. Fikrimcə Movsar Evloevi məğlubiyyətsiz edən şey onun dözümlülüyü və xarakteridir. Bu adam ümumiyyətlə yorulmur. Dezavantajlarından danışası olsaq, Movsar Evloevin bitiriciliyi yoxdur. UFC-də 10 döyüşü var və 10 döyüşün hər birini hakim qərarı ilə qalib gəlib. Aljamain Sterling, Arnold Allen və Diego Lopez kimi adları məğlub edib. Lerone Murphy'nin avantajları haqqında danışası olsa, Murphy də həmçinin olduqca dözümlü və 5 round boyunca aktiv döyüş göstərə bilən döyüşçüdür. Döyüş üslubu əsasən ayaq üstü olsa da, bu adamı yerə yıxmaq və yerdə saxlamaq o qədər də asan məsələ deyil. Dezavantajlarından danışası olsaq, Evloevə nisbətən güləş və yer oyunu zəifdir və bitiriciliyi azdır. Ancaq bunu deməliyəm ki, Lerone Murphy spesifik döyüşçülərdən. Yəni bəzən ani bir zərbə ilə döyüşün talihini dəyişə bilir və nokautluq zərbələri ola bilir. Döyüşün nəticəsi haqqında fikrimi deyəsə olsam, böyük ehtimalla hakim qərarı ilə Movsar Evloev bu döyüşün qalibi olacaq. Movsar Evloev UFC-də çox yaxşı strikerlərlə qarşılaşıb və qalib olmağı bacarıb. Bildiyimiz kimi Diego Lopez çox yaxşı strikerdir. Hətta 2 dəfə üst-üstə Aleksandr Volkanovskiyə qarşı 5 roundluq gözəl döyüş göstərməyi bacarıb. Movsar Evloev hakim qərarına gedən döyüşdə Diego Lopez'i məğlub edib. Lerone Murphy məğlubiyyətsizdir, ancaq peşəkar rekordunda bir bərabərlik var. Zubeyir Turxuqovla Lerone Murphy'nin döyüşünə baxdıqda, Zubeyir'in Murphy'ni necə asanlıqla yer ala bildiyini görürük. Doğrudur ki, Murphy orada çox yaxşı müdafiə olunurdu və yerdə qalmır. Ancaq Evloev Turxuqovdan çox daha yaxşı güləşçidir və çox daha dözümlüdür. Bütün bunları təhlil edib qiymətləndirdikdə, böyük ehtimalla döyüşün qalibinin Movsar Evloev olduğunu demək mümkündür. Döyüşçülər haqqında ümumi fikrimi deyəsə olsam, UFC üçün o qədər də maraqlı deyirlər. UFC-də yüksəlmək üçün sadəcə döyüşçü olmaq kifayət deyil. Həm qəfəsin içində göstərdiyin döyüş performansı, həm press konferanslardakı trash talklar, danışıqlar, kamera arxasındakı həyat tərzin, hekayən və reklam yarada biləcək avran olmalı. Uzun sözün qısası, spesifik, xüsusi bir şeylər olmasa, UFC-də yüksəlmək demək olar ki, mümkün deyil. Baxsaq, hər iki döyüşçünün olduqca möhtəşəm peşəkar rekordu var. Movsar Evloev artıq 6 ildir ki, UFC-dədir. UFC-də 10-0-a gedir, ümumən isə 19-0-lıq peşəkar rekorda sahibdir. Həmçinin Lerone Murphy'nin də 17-0-lıq peşəkar rekordu var. 6 ildir ki, UFC-dədir, UFC-də isə 10 qalibiyyət və 1 bərabərliklə karyerasına davam edir. Ancaq hələ də kəmər döyüşü üçün onlara şans verilməyib. Hər bir halda düşünürəm ki, bu döyüşün qalibi artıq Aleksandr Volkanovskinin yeni rəqibi olacaq. Bu qarşılaşma haqqında deyəcəklərim bu qədər. İndi isə biraz ümumən kart haqqında danışacağım. Əvvəldə də dediyim kimi, əsas kart təxminən gecə saat 12-dən sonra başlayacaq. Kartda xüsusi maraqla gözlədiyim qarşılaşma yoxdur. Yeni döyüşçü kəşf eləmək üçün əsas kart döyüşlərinə baxacağam. Kartda açılışı Curtis Campbell Danny Silver'a qarşı edəcək. Bu döyüş Curtis'in UFC-dəki debut döyüşü olacaq. Hələ 23 yaşındadır, çox gəncdir və 8-0-lıq peşəkar rekordu var. Bitiriciliyi çox yüksəkdir və döyüş üslubu əsasən ayaq üstədir. Rəqibi 29 yaşlı Danny Silva'dır. Danny'nin 10 qalibiyyət və 2 məğlubiyyətdən ibarət olan peşəkar rekordu var. Fikrimcə bu döyüşü izləməyə dəyər, çünki məncə döyüş ayaq üstə keçəcək və çox maraqlı olacaq. Döyüşün qalibi isə mənim fikrimcə Curtis Campbell olacaq. Daha sonra 11-ci sıradakı Roman Dolidze Leroy Duncan'la qarşılaşacaq. Qarşılaşmanın qalibinin Roman Dolidze olacağını düşünürəm.
Növbəti döyüş Ivo Barnevski, Austin Lane arasında olacaq. Barnevski son döyüşündə Ivo Aslanı məğlub etmişdi. Fikrimcə bu döyüşdə də qalib Barnevski olacaq. 13-cü sıradakı Michael Venom Page Sam Petersonla qarşılaşacaq. Michael Venom haqqında çox danışmağa ehtiyac yoxdur. UFC sevərlər hər biri onu tanıyır, köhnə canavarlardandır. Rəqibi isə çox diqqətimi çəkdi. 4 döyüşlük qələbə seriyası var və döyüşlərin hər birini vaxtından əvvəl bitirir. Maraqlıdır ki, Şara Magomedova ilk məğlubiyyətini yaşadan Michael Venom Sam Petersonu məğlub edə biləcək. Şəxsi fikrimi deyə sorsan, bu döyüş hakim qərarı ilə bitəcək və Michael Venom qalib olacaq. Gecənin yan ana döyüşündə Luke Riley Michael Aswell-la qarşılaşacaq. Döyüşçülərin hər ikisi ayaq üstə döyüşürlər və rəqiblərini vaxtından əvvəl bitirməyi sevirlər. Döyüşün çox maraqlı və qanlı keçəcəyini düşünürəm və fikrimcə Luke Riley məğlubiyyətsizlik seriyasını davam etdirə biləcək və bu döyüşdə qalib olacaq. Mənim bu kart və döyüşlər haqqında fikirlərim bu qədər. Siz də öz fikirlərinizi şərh bölməsində qeyd edə bilərsiniz.